Selamun Aleyküm ve Rahmetullah Mansur müəllim. Aleykümselam Rahmetullah Barakatuhu. Mansur müəllim, cəmiyyətdə təzə bayram çıxıb, Halloween bayramı. Bu get-gedə də yayılır. Bəzi valideynlər uşaqlarını sevindirmək, güldürmək üçün bu bayramı qeyd edirlər. Yəni bu bayram barədə qısa məlumat qorxudurlar, qorxu bayramıdır. Yəni əsasən tarixində qeyd olunur ki, 31 oktyabr ölülərin ruhunun qayıtdığı bir bayram kimi qeyd olunub və sonradan belə əyləncə formasına gəlib çıxıb. Belə bir bayramı keçirmək bizim dinimizə necə təsir edir? Allah sizdən razı olsun. Bismillahirrahmanirrahim. Elhamdülillah. Ən birinci salamlayıram hər kəsi Allahın salamı ilə. Sonra bilmək lazımdır ki, şəriətimiz hər bir şeyi əhatə etdiyi kimi bayramlar mövzusunda da bizlərə açıqlama bəyan verib. Şəriət bu barədə bizi qafil qoymayıb, elmsiz qoymayıb. Peyğəmbər sallallahu aleyhi və səlləm bizi bu barədə elmsiz saxlamayıb, əksinə xəbər verib. Və bildiyimiz kimi bayramlar nə ilənsə əlaqəli olur və hər bir bayramın nəyəsə dayanacağı olur, nəyəsə söykənəcəyi olur. Və görürsünüz ki, bəzi bayramlar və ya bəzi qeyd olunan münasibətlər küfrə və ya şirkə və ya hansısa bir insan ağlına sığmayan, insan ağlına, sağlam insan ağlına uymayan şeylərlə əlaqələndirilib keçirilir bəzi bayramlar. Və məsələn, onlardan biri qeyd etdi qardaş sualından qorxu bayramı. Və də qorxu ilə bayram bir-birinə zidd olan şeydir. Qorxu bayram ola bilməz. Qorxuda bayram yoxdur. Qorxuda dəhşət var, qorxuda sıxıntı var, qorxuda üzüntü var, qorxuda bəla növlərindən bir növ sayılır qorxu. Qorxuda heç bir bayram ola bilməz. Necə bəzi bilməyənlər arasında yayılıb məsələn qara bayram. Bayram axı qara olmur. Bayram əksinə sevincli və rəngli olur. Rəngli o demək deyil, orada rənglər olur. O gündə qaramat bir şey olmur. Qaraltı bir şey olmur. Hər kəsin üzü gülür, hər kəs sevinir, orada təbriklər olur. Və fikir versək, İslami bayramlara və qeyri-İslami bayramlara fərq açıq aydındır. Məsələn, İslami bayramlarda bayram ibadətdən sonra olur. Məsələn, ibadət nədir? Həcc. Həcc edirik, həcc edənlər həcc edir və həccin sonunda qurban kesib bayram edirlər. Bayram həm özləri edirlər, həm də kasıblar, yoxsullar, o qurban ətlərindən evlərində bişirib yeyirlər və bayram olur. Və hansısa bir ibadətin sevincini, hansısa bir gözəl bir ayin yerinə yetirilir və onun sevinci qeyd olunur. Həmçinin Ramazan bayramı. Oruç tutan bir ay oruç tutur, öz yeməyini, içməyini, şəhvətini tərk edir. Sonra bir aydan sonra bayram günü bayram edir, o ibadət sevincini yaşayır, o ibadətin ləzzətini ala bilir. Amma başqa bayramlara fikir versəz, ruhların qayıtdığı gün, məsələn, indi sual verilir, ruhların qayıtdığı gün. Ümumiyyətlə, kim onlara xəbər verib ki, ayın 31-i ruhlar qayıdır? Onların ruhlarla əlaqələri var, bəlkə telefon nömrələri var, bəlkə onlarla danışırlar, bəlkə onlara ruhlar xəbər verir. Və şəksiz ki, bu zəlalət bayramlarından sayılır. Bu, İslami bayram sayıla bilməz, bu doğru bayram sayıla bilməz. Övladlarımıza belə bayramları təlqin eləmək düzgün deyil. Belə ağla sığmaz. Övladlarımızın başlarını pozan, onların belə deyək də, onların psixologiyasına deyək, təsir edən şeyləri salmaq olmaz onların beyninə, onların qəlbinə. Əgər biz övladlarımızı sevindirmək istəyirsə, bunun üçün şəriət bizə böyük fürsətlər verib. Hər həftənin cümə günü müsəlmanların cümə bayramıdır. Qadınlı, kişidir. Lakin kişilərə fərzdir getmək. Cümə günü övladlarını götür, əgər imkanın varsa, apar, onlara denən ki, bu bizim bayramımızdır. Müsəlmanların həftəlik bayramı da cümə bayramıdır, cümə günüdür. Götür, apar cümə namazına, oradan da apar məsələn hansısa bir restoranda halal qidalarla, hansısa bir əyləncə yerində halal oyunlarla oynasın və çıxsın, gəlsin və başa düşsün ki, onun belə bir bayramı var.
Və belə bayramlar haqqında eşidəndə isə qorxu günü falan falan, anlasın ki, onlar hamısı batil bayramdır. Onlar hamısı İslama zid bayramdır. Lakin təlqin eləmək və onlara öyrətməmək nə yaxşını, nə pisi, nə düzü, nə səfi, nə İslami bayramı, nə qeyri-İslami bayramı bu xatadır. Yəni övladların hansısa bir günün qorxu bayramı olmasını bilməsi bir şey deyil. Amma bilsinlər ki, bu bayram batildir. Aydındır. Batilliyini öyrənsinlər. Səhvliyini öyrənsinlər. Və görsən ki, biraz belə ruhlarla əlaqə, biraz belə təsir var orada uşaqların beyninə, uşaqların qəlbinə təsir var. Yəni ruhlarla əlaqə, yəni o uşaq ruhla əlaqəyə girib nə edəcək? Və qorxub nə edəcək? Nə əldə edəcək? Aydındır. Elmi mi artacaq, savadı mı artacaq? Aydındır. Yəni heç bir faydası yoxdur onların. Heç bir faydası yoxdur belə bayramlar və bunun mislində olan bayramları tərk edin. Övladlarınıza öyrədin. Şuşanın alındığı günü məsəl üçün Ağdamın, Ağdərənin, Laçının, Kəlbəcərin, Zəngilan, Qubadlı. Onları öyrədin ki, bu vaxtı bizim torpaqlarımız azad oldu. Filan başçının, məsələn, Allah razı olsun, və filan zabitlərin, əskərlərin səyi nəticəsində bu bizim qələbə günümüzdür. Biz bugün qələbə çalmışıq. Belə şeyləri öyrətmək onlara baxanda çox-çox yaxşıdır. Çox-çox yaxşıdır. Nəinki hansısa bir qorxu gününü uşağı qeyd eləmək. Əksinə, sən dini və dövləti və fayda verən şeyləri onlara öyrətsən daha faydalı, daha yaxşı olar. Təbii ki, şəriətə ciddi olmayan həddə Allah Teala daha doğrusunu bilir. Və sallallahu aleyhi və Muhammedin və alihi və sahbihi ecmaîn. Allah sizdən razı olsun, Mansur müəllim. Həmçinin söhbət bayramdan açılmışkən, düzdür, biraz tezdir nəsihət istəmək, amma Ramazana təqribən 3 ay 15 gün qalıb. Qısa bizə nə nəsihət edə bilərsiniz? Ümumiyyətlə, Ramazan gözəl aydır. Yəni, Ramazan elə bir aydır ki, onun duası kəsilməyən bir aydır. Yəni, bizdən öncəkilər 6 ay Ramazandan sonra dua edərdilər ki, Allah qəbul eləsin. 6 ay qalmış da dua edərdilər ki, Allah bizi Ramazana çatsın. Ramazan gəlməsi və gedməsi dua ilə, qarşılanıb dua ilə yola salınan bir bayramdır. Gözəl bir ibadətdir, sonu da bayramdır. Allah Teala bizi o gözəl günlərə yetirsin. O günlərdə bizi ibadət eləməyi, ümrə eləməyi, bizi sağlam şəkildə oruç tutmağı və s. və elə axır nəsib eləsin iftarlarda, nəsib eləsin oturmağa. Allah o günləri yaxınlaşdırsın və eləsin. İnşallah daha xeyirli, daha ətraflı danışaq o barədə. Allah razı olsun. Və sallallahu aleyhi və Muhammedin və alihi və səhbihi. Allah sizdən də razı olsun.